Salam aleykum, hər vaxtınız xeyirli olsun, dəyərli dostlar. Özümdə müəyyən bir dəyişik etmişəm, yəqin ki, bilənlər bildilər, nəyə nəzər tuturam. Dostlar, bu günləri istəyirəm danışam ki, biz öz içimizdə nə varsa, ondan başqa bir şey görə bilmirik. Gördüklərimizdir, eşitdiklərimizdir, toxunduqlarımızdır, hər bir şey əslində keçmişdən gələnlərdir. Deməli, biz əslində belə çıxır ki, keçmiş əsasında görürük, keçmiş əsasında eşidirik. Bütün hər bir hiss etdiklərimiz, duyğularımız keçmişdən gələnlərdir. Biz heç bir halda keçmişdən qopa bilmərik. Bəzən deyirlər keçmişdən qop, ancaq keçmişdən qopmaq mümkün deyildir. Sadəcə keçmişin bizə verdiyi, yaşatdığı, narahat edici duyğuları fərqində olub, ondan qopmaq lazımdır. Yəni, ondan qopmaq deyəndə ki, bu duyğu hardan gəlir, səbəbi nədir, nəyə görə bu duyğu gəlir? Hər bir duyğunu sorğulamaq çox önəmlidir. Çünki hər bir duyğunu sorğulayanda onunla bağlı yaradılan sistemi sən çözmüş olursan. Mən bunu workshoplarda da görürəm. Eyni zamanda workshopunda iştirak edənlər də bunu görür ki, biz bəzən bilmirik, fərqində olmadan hərəkət edirik. Sistemin də işləməsi budur işləyir sistem. Düşüncə hər bir gördüklərimiz, eşitdiklərimiz, toxunduqlarımız müəyyən bir bizdə düşüncələr əmələ gətirir. Düşüncələr özləri ilə bərabər duyğular da gətirir. Və düşüncə duyğunu yaradır, duyğu da davranışı yaradır. Biz workshoplarda nə edirik? Biz workshoplarda, seminarlarda, seanslarda nə edirik? Birinci o duyğunu tapırıq. Hansı vəziyyətlərdə duyğu bizə yaranır? Həmin o vəziyyətləri gözümüzün qabağına gətiririk və o duyğu hansı düşüncənin əsasında gəlib çıxmışdır, o düşüncə bir daha yaşayırıq. Yəni, yenidən yaşadığımız o travmalardır, yaşadığımız bu hadisələrdir, bizi narahat edən hadisələrdir. Onu yenidən üzləşirik. Ancaq necə üzləşirik? Şuurlu bir vəziyyətdə üzləşirik, emosional vəziyyətdə yox. Elə ki, o düşüncələrlə üzləşəndən sonra onlara verdiyimiz mənalar dəyişilir. Məna dəyişiləndə avtomatik olaraq duyğu dəyişilir. Duyğu dəyişdisə, davranış da davranışı yaradan da duyğu olduğuna görə təbii ki, davranış da dəyişiləcəkdir. Bu çox önəmli bir şeydir. Dəyişim və bu cür başlayır. Yəni deyirlər ki, dəyiş ki, dünyanı dəyişilsin. Dəyişim gözəl şeydir, ancaq qaydasını biləndən sonra. Asaddır, ancaq qaydasını biləndən sonra. Qaydası nə cürdür? Həmin o sıxıntı olan vaxtlarda özü sorğulayırsan. Bunun mənası nədir? Bu hardan gəldi? Bu nə bildirir? Bunun mənə faydaları nələrdir? Bu mənə nəyə öyrədir? Və özün də başqa suallar da verə bilərsən. Elə ki, suallar verirsən, özün də bilmədən onun mənası da dəyişir. Hətta səndə gələn sıxıntının belə mənası anlayırsan ki, bu keçmişdə elə bir hadisə olmuşdu ki, həmin hadisə əsasında bu formalaşmışdı. Elə ki, sorğuladın, artıq dəyişim orada baş verir. Hər birinizə gözəl bir gün arzulayıram. Dəyişim dolu, fərqində dolu bir, canlı bir, gözəl bir gün arzulayıram. Sağ olun, salamat qalın.